şeytan anidən insana vəsvəsə eləyir. Ona görə Allah Teala bizi səsləyir ki, Ya eyyuhəl-ləzīnə əmənu, ey iman gətirən insanlar, İctənibu kəthirən minəvvən, bir-birinizin haqqında çox düşünməkdən çəkinin. Ardıca buyurur, İnnə ba'dəvən ismun, çünki həqiqətən bəzi düşüncələr var ki, o günahdan başqa bir şey deyil. Və la təcəssəsu, bir-birinizin daldada gizlində etdiklərinizi axtarıb, eşəliyib ortaya çıxartmayın. Bugün bu seçilib sayılır, paxıllıqdan, hüsudətdən, həsadətdən qəbul eləyə bilməyib, 20 il əvvəl bunun deyək bir nöqsanı olub, istəyirsən onu qabardıb, günə gətirib, gündəmə gətirib, bunun olan nüfuzuna, məqamına, şəninə sən nə eləyəsən? Xələli buyurur, və la təcəssəsu, bir-birinizin gizlində, daldada etdiklərinizi araşdırmayın. Tam doğru dildə desək, eşələməyin, oyalamayın. Olub keçib. Əgər biz insanların gizlində olanları bildikdə aşkarlamasaq, örtsək, uca Rəbbimiz də bizim daldada etdiklərimizi örtər, gizlədər, ifşa eləməz. Hədislərdə varımızdır ki, əgər sən başqalarının qeybətini etsən, sənin də qeybəti edərlər. Başqalarının eyb və nöqsanlarını, daldada gizlində olanları aşkarlasan, əmin ol, sənin də daldada gizlində eyb və nöqsanın saysız hesabsızdır. Onun da üstünü açarlar, aşkarlayarlar. Sən buradan onun üçün keç, Allah da sənin üçün keçsin. Uca Rəbbimizdən dilək və istəyimiz budur ki, daima bizi hüsnü zənn, gözəl düşüncə, gözəl fikirləşən insanlarından, bəndələrindən qərar versin inşallah. Uca Rəbbimizdən diləyək, etdiyimiz xəta və nöqsanları bizim üçün istər dilimiz vasitəsilə, istər fikrimiz vasitəsilə etdiyimiz günahları bizim üçün bağışlasın. Allah Təvvabdır, Rəhimdir, Rəhmandır. Allahın o adlarına xatir bizim tövbələrimizi qəbul etsin, günahsız qullarından hesab etsin.